İşten qanunsuz olaraq çıxarılmış işçi nə etməlidir? Əgər işçi işten qanunsuz olaraq çıxarılıbsa, bunun üçün ilk öncə mediasiya təşkilatına ərizə ilə müraciət etmək lazımdır. Mediasiya xərci 60 manat təşkil edir. Əgər mediasiyada tərəflər arasında razılıq əldə olunmazsa, Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci bəndinə əsasən qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. Məhkəmə tərəfindən işçinin iddiası təmin olunaraq işə bərpa edilməsi haqqında qətnamə qəbul edilərsə, onda işə götürən tərəfindən o dərhal əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə bərpa olunmalıdır. Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən bu halda işçiyə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir.